bu qədər binaların, bax, burada indi hesablayında nə qədər yaşayış var da, hər tərəf binadır. Əhlə küçədən bir dənə uşaq səsi gəlmir, futbol oynayan uşaqlar yoxdur. Çox qəribədir, elə bir zombi həyat yaşayır. Məncə biz birləşib uşaqlara telefon yox, top hədiyyə eləsək, bəlkə də maraqlar oyanar. Bu cür gözəl şəhərin hər şey gözəldir, amma uşaq səsi yoxdur. Mən gəzirəm. Bir də ki, bu maşın sürməyi azaltmaq lazımdır. Velosiped sürün, velosiped sürə bilmirsinizsə keçin. Nə bilim, skuter sürün. Bilmirəm də, axı, böyük problemdir. Amma bu ümumi problemdir, ya, hamımızın problemidir. Buna baxınca gözəl velosiped, elektrik velosipedlər var. Hara baxırsan skuter var. Məndən başqa bir işimə də bu. Çox qəşəngdir şəhərimiz. Amma buna bax, gör nə qəşəng skuter var, düzülüb sıra basıra. Sonra velosiped yolumuz, oстановkalarımız. Məncə hər şey gözəldir, sadəcə yüngülvari özümüzü ayırtmalıyıq. Əsas da mənim dərdim, səhərim, fikrim bu şəhərdə uşaq səslərinin azalmasıdır. Biz rayonlarda da küçədə bayırda uşaqlar yoxdur. Əvvəllər biz çıxardıq, dağda bir düz yer tapardıq, orada futbol oynayardıq, nə eləyərdik. Məncə hər yerdə uşaqlar üçün balaca da olsa, kiçik də olsa, futbol meydançası olsun. Çünki uşaqların ən böyük arzusudur. Biz də uşaqlar. Var atası olan bir yer axtarırdıq həmişə oynamaq üçün. Belə bir şey olsa yaxşı olar. Mən misal üçün öz həyətimizdə uşaqlara dəmirdən qəşəng barata düzəltmişəm 2 dənə. Top da qoymuşam. Axşam tərəficə görən yüngül səs-küy var. Prosta həvəs vermək lazım. Bax, mən də gəldim 28-ə çatdıram yavaş-yavaş. Əslində, bax, piyada gəzəndə görün nə qəşəngdir. Adamın keyfi düzəlir, hər şey düzəlir. Bax, gəzə-gəzə, gəlin, girin bura. Bax, şəhərin düz mərkəzində gəlib girirsiniz, bax, bura. Ayız, bax, bu qadın və kişi geyimlərinə. Burada nələr var, mən sizə deyim. Girişdə kiçik görsənir, amma görün, naboydadır uşağımız, bax, maşallah olsun. Görürsünüz. Şəhərin düz mərkəzində ən ucuz qiymətə. Yəni, paltarların göstərməkdə məqsədim nədir? Qəşəng rəngarəng geyinmək lazımdır. Qəşəng geyinmə keçmə poka işləmək lazımdır. Adamın ruhu gözəlləşir. Misal, bax, kişi geyimlərində şalvarlar görürsünüz, 12 manat. Oyun, telefon. Buna bax, hər qiymət. Görürsünüz, bu şəhərin mərkəzində Ayzbaku kişi və qadın geyimləridir. Görürsünüz, nələr var burada. 11 manata krasovkalar var. 12 manata dəstlər var. 13 manata, buna bax. Görürsünüz, nə gözəldir. Buna bax, buralar hamısı 11 manatlı, 28 filialdır. Görürsünüz. O üçün, həyat gözəldir. Yaşamaq lazım.